Əziz izləyicilər, hər vaxtınız xeyir olsun. Dünən axşam YouTube-da bir video izləyərkən, YouTube-da reklam vaxtı girir və bilirsiniz, tez-tez hansısa videoların içində reklam saatı girir, blokları girir. Həmin reklam blokunda bir mahnının, bir müğənninin klipi gedirdi. Həmin mahnı o qədər mənə tanış gəldi. Saxladım, axıra qədər qulaq asım ki, bu hansı mahnıdır. İstəyirəm həmin mahnını siz də eşidəsiniz. Μέσα στο ρυθμό κούνα στο σώμα σου. Λιώνω στο φίλι από το στόμα σου. Μια ματιά σου πανικό προκάλεσε. Φίλα με ξανά σου λέω μ' άρεσε. Με την αποπλανήσεις στο αίμα σου. Πήρκαγε σαν άβη κάθε βλέμμα. Və musiqi duyumu güclü olan insanlar bilir ki, bu mahnı Mikail Müşfiqin sözlərinə Ələkbər Tağıyevin bəstələdiyi Qal Sənə Qurbandır mahnısıdır və bu mahnının Azərbaycanda təsdiqlənib, amma ermənilər bunu bir neçə dəfə oğurlayıblar, öz adından təqdim eləyiblər. Bununla bağlı müraciət olunmuşdu, amma bu video bir il bundan öncə yüklənib. Having adlı müğənni, Kiprdə yaşayan erməni və Yunan müğənnisi bu mahnını paylaşıb bir il öncə və mahnının altına yazıb ənənəvi erməni xalq mahnısı. Niyə? Bunu müəllif hüquqları məncə diqqətə alsın. Bu mahnını, necə ki Eldar Mansurov illərlə sürdü onun məhkəməsi ki, bayatılar Azərbaycan musiqisidir. Heç bir müğənni bayatıları Eldar Mansurovun adını altdan qeyd eləmirdilər. Həmin məhkəmə illər sürdü. Axır illərdən sonra təsdiqləndi ki, bəli, bu Eldar Mansurovun bəstəsidir. İndi biz də buradan müəllif hüquqlarına səslənək. Azərbaycanda bu təsdiqlənibsə, bunu beynəlxalq səviyyədə də təsdiqləmək lazımdır ki, bu mahnı Having erməni